Tamam. Üçüncü çalışmanın ilk onluğunu həll qaydasına baxaq. Həm maliyyə bərabərliyində, həm əməliyyat jurnalında ikisini də eyni vaxtda işləyə gedək. Birinci sualımız müəssisənin bank hesabına nizamnamə kapitalının qoyuluşudur. Bank hesabına 15.000 AZN qoymuşuq. Bank hesabımız artır debetdə 15.000 AZN. Eyni zamanda kapitalımız da artır kreditdə 15.000 AZN nizamnamə kapitalı olaraq. Eyni rəqəmi əməliyyat jurnalına keçirmək üçün debitdə hansı hesabım yazılıbsa onu əməliyyat jurnalının debetinə, kreditdə hansı hesabım yazılıbsa ad olaraq onu da əməliyyat jurnalının kreditinə əlavə edəcəm. Debitdə bank hesabım 223 bank hesabı, kreditdə isə 301 nizamnamə kapitalı. 15.000 adı. Açıqlaması nizamnamə kapitalı qoyuluşu. Kapitalın bank hesabına qoyuluşu yaza bilərəm. Yaza bilərsən. Zaten burada bank yazdığımız üçün mən qeyd etmədim. Problemi yox. Eyni əməliyyat müəssisənin kassa hesabına da nizamnamə qoyuluşu olubdur. Nizamnamə kapitalı qoyuluşu olubdur. 10.000 AZN dəyərində birinci maliyyə bərabərliyində qeyd edirəm. Aktivimi artırdım 10.000 AZN. Eyni zamanda nizamnamə kapitalını da artırdım 10.000 AZN. Kassa debitdə yerləşibdir. Nizamnamə kapitalı kreditdə yerləşibdir. Əməliyyat jurnalı olaraq 221 kassa hesabı 301 10.000 manat. Yine nizamnamə kapitalı qoyuluşu. Niye tam göstərmir? Ctrl Shift 1. Okey. Birinci və ikinci əməliyyatları yekunlaşdırdıq. Burada uyğunsuzluğunuz varmı? Yəni bu əməliyyatda yoxdursa davam edəcəm. Müəssisə işçi götürüb 1200 AZN maaşına, yəni borclanmışam. Maliyyə bərabərliyində aktivlərdə heç bir əməliyyatın baş vermir. Amma bəli, öhdəliyim yaranır 1200 manat. Adı da əmək haqqı öhdəliyi. Böyle bir şey soruşa bilərəm. Soruşa bilərsiniz. Kapitalı cebirdə yazmışdı. Burada yine kreditdə yazılır ki, Təcili olaraq mı debitə yazmışdın? Nə olaraq debitə yazmışdın? bu bank hesabına nizamnamə kapitalı Artırdın. artırır. Kapitalı ise burada ben cebirdə yazmışdım. Debitdə nə yazılıbdı? Debitdə azalır da kapital. Sənin nizamnamə kapitalı qoymamışdan öncə sənin balansının kapitalında pul var idi. Harda var idi? Hal-hazırda balansımız sağ tərəfdə 0 idi, sol tərəfdə 0 idi. Balansın solunu artırdın 15.000. Bəs sağdakı kapitaldakı orada rəqəm 0 idi də, orada da rəqəm artmadı mı? Mesela bir nizamnamə kapitalından bank hesabına pul köçürmür. Yox. Nizamnamə kapitalından bank hesabına pul köçürmür. Nizamnamə kapitalı bir anlayışdır, fikirdir, mənbədir, qaynaqdır. Sadəcə qeydiyyatını aparıram ora. Oradan pul gəlmir. Bu təsisçinin cibindən gəlir bizə. Yəni ilkin girişdir. Biz bu pulun gəlmə mənbəsini yazırıq ki, bu hardan gəlib? Yəni kim verib bizə bunu? Təyinat olaraq yazırıq. Pulun öz hərəkəti deyil. O dediyin anlayış aktiv üçün keçərlidir. Ümumiyyətlə passivin altındakı bütün hesablar yarandığı zaman ora bir qeydiyyat yeridir. Onlar hamısı passivdə kreditdə artacaqlar. Sadəcə xərcdən başqa. Sadəcə debitdə artacaq. Yəni sən burada kapitalda onu pul gözündə görmə. Biz dedik axı bizim var dövlətlərimizin hamısı, bütün varlıqlarımız, aktivlərimiz debitdə yerləşir. O aktivlərin qarşılığı, yəni hardan əmələ gəlmələri isə passivlərdə yerləşir. Ya öhdəlikdə, ya kapitalda. Passivdə də artır. Tənli olaraq götürsək, bəli. Bəli, tərəzin hər iki gözünü.
Doğru. Gəldik əmək haqqıya. Öhdəliyimizi artırdıq kreditdə, xərcimizi də artırdıq debitdə. Siz dediyiniz məntiqə tək uyğun gəlməyən passivin yer dəyişməsidir. Səbəblərindən biri də xərcin minusdan olmasıdır. Yekunda yenə həm artıb, Yer dəyişmə həm olmaz. artdı, həm azaldığı üçün nəticə oldu 0. Yəni öhdəlikdən çıxdın xərci düstur olaraq. Pasiv tərəfdə nəticə oldu 0. 0 isə bərabərliyi dəyişmir. Yəni üst hissədəkilər nəticələr olduğu kimi qalır. Bunu belə də yoxlaya bilərik. Misal üçün, bunun ikisini də silirəm. Gəlin belə deyək. Sildim rəqəmi. Gələk qalıqlarda baxaq. Misal üçün nəyə? Kapital 29.000, 25.000, aktiv də 25.000-dir. İndi gəlirəm rəqəmləri yerinə bərpa eləməyə. Eləyə də bilmədik bir dəqiqə. Öhdəliyim 1200 manat. Əmək haqqı. Xərclər çekilir. Bir də mən onu başa düşmədim ki, niyə əmək haqqı o öhdəlikdə qeyd olunur, aktivlərdə qeyd oluna bilmir ki, yəni kreditor kimi də, yəni su çıxmış olur da aktivlər. Hesablar Çıxmayıb axı. var. Bəli, ödənilmir. Nə zaman ödəyəcəm, o zaman aktivdən çıxacaq. Ödənim olan zamanda qeyd olur ki, sən ödənim. Hə, əmək haqqı ödənişi aktivdən azalacaq. Bəli. İndi gəlirəm nəyə? Bayaq nə idi? 25.000 deyildi. İndi yenirəm aşağıya. Yenə kapital 25.000, aktiv 25.000. Nəticə dəyişmədi. Niyə dəyişmədi? Çünki öhdəlikdəki artan rəqəmi xərcdəki rəqəmdən çıxdı, azaldı, nəticə oldu 0, bərabərləşdi. Müəssisə icarəyə ofis götürüb, Öhdəlikdə olan xərc hər zaman öhdəlikdə xərci olmur. öhdəlikdə olan o Borc məbləği. məbləğ olursa mütləq ki, xərcdə çıxılmalıdır o hər zaman. Xərcdə çıxılmalı deyil. Eyni qarşılığı onun ya xərcdə, ya aktivdə olmalıdır. Əgər sənin burada borcun varsa, bunun qarşılığında eyni rəqəm ya sənin aktivin artmalıdır, ya xərcin artmalıdır. Yəni borc edirəmsə mən, bu borcun qarşılığında ya kimsə mənə pul verəcək, ya da o borcun qarşılığında məndə bir xərc yaranacaq. Yəni iki əməliyyatdan biri olacaq. Bu da əmək haqqı olduğuna görə qarşılığında mənə bir şey vermir axı. Dəyərini nəyəsə dəyərini ötürür. Ona görə xərc yaranır. İcarəyə ofis götürmüşəm, ödəməmişəm. Götürmüşəm sadəcə. Bəli. İcarə daha baxın gəlin yazıçılar belə yazaq. İcarə xərcim yaranır. Xərcim yaranır. 100 manat. Hərf səhvlərinə fikir verməyin. Bu xərcimi ödəmişəmsə, pulum azalır. Ödəməmişəmsə, borcum artır, öhdəliyim artır. Gəlirəm öhdəliyə. Hə, sizə nə tər uyğundur? Məsələn, bu daha rahatdır mən elə gəlir ki. Yəni ödənilməmiş xərc borc olur, ödənilmiş xərc də pul azaldır. İcarə öhdəliyi. Bu da kreditdə 100 manat. İndi gəlin əməliyyatlarına baxaq. Biz ancaq nizamnamə kapitalını yazmışıq. İndi gələk əmək haqqıya. Xərcimiz debetdədir, borcumuzsa kreditdədir. Xərcimiz əmək haqqı xərci, borcumuzsa əmək haqqı borcu, yəni öhdəliyidir. Gəlirəm onun üçün debitə. Deyək ki, ofis üçün olsun 721. Eyni əməliyyatı da uşaqlar bir dənə bəri başdan indirin. Ofis 750 olur, əmək haqqı. Əmək haqqı. Elə ofis də 721 olacaq da. Əmək haqqı da inzibati xərc olaraq götürdüm. Ofis üçün olan bəli. Nə idi? Əmək haqqı öhdəliyi. O da 720 olacaq. Ofis üçün nə? Kanal? Bəli, ofisin qalmalı. Ha, 721 olacaq. $1200 manat. Tamam. Qeyd etdim. Növbəti əməliyyatsa
maliyyə bərabərliyindən baxaq. İcara öhdəliyinin hesablanması idi. İcara öhdəliyi kreditdə, icara xərci debitdədir. Baxın, bunu daha rahat eləmək üçün kontroldur, rəqəmim gəldi. İcara xərci. İcara öhdəlikləri 535 nömrəli hesabdır. Sən müddətdə olur. Bəli, 5 ilə başlayır. Sad. Qeyd etdim. Saxranit verək. Keçək növbəti əməliyyatımıza. Müəssisə kassa hesabından bank hesabına 500 AZM pul köçürüb. Bayaq sənin yanaşman var idi. Bax, həmin yanaşmanı belə gedə bilərdi. Bəli, bu yer dəyişmədir. Hansı hesabdan hansı hesaba gedib? Kassa. Deyir ki, kassa hesabından Kassa bank hesabı. Yazıram bank hesabı. Mən birinci kassa sonra bank yaza bilərik. Mən Debitdə hansıdırsa yaza bilərsən, problem deyil. Amma vərdişi daha doğru etsən daha yaxşıdır. Bəli, debitdən başlasan daha yaxşıdır. Pul hara gedir? Bank hesabına 500 manat. Hardan gedib bank hesabına? Kassada. Sən birinci. Kassam azaldı kreditdə, bankım artdı debitdə. Yəni bank hesabı debitdə qeyd olunub, kassa hesabı kreditdə qeyd olunub. Gəldim debitə bank hesabı, kreditə də kassa hesabı qeyd etdim. Bank hesabı 223, kassa 221. Pul hara gedibdir? Bank hesabına gedibdir. Ona görə yazıram. Bank hesabının möhkəmləndirilməsi. $500 manat. Qeyd etdim. Yenə saxlanıc verək. Müəssisə təhvil şəxsə ofis ləvazimatları almaq üçün 140 AZM pul verir. Bəli, pulu vermişik kassadan. Kassam azaldı. Artan kimdir? Təhtəlin cibi. Bir dənə gəlirəm birinci maliyyə bərabərliyinə. Təhtəl hesab da aktiv hesab olduğu üçün birinci qeyd edirəm. Təhtəl 140 manat debitə. Eyni zamanda kassada 140 manat kreditə. Təhtəl debitdə yerləşir. Kassa kreditdə yerləşir. Gəlirəm debitə təhtəl hesab. Elə avans əməliyyatıdır. Kreditə də kassa hesabı, məbləğ 140-dır. Təhtəl hesabın hesab nömrəsi 244, kassada 221. Bax, təhtələ avansın verilməsi. Qeyd etdik. Bura qədər çətinlik var uşaqlar. Varsa deyə müdaxilə edək. Təhtələ pulu verdik. O əməliyyat qeyd olundu. Təhtəl hesab şəxs ofis ləvazimatlarını aldı 120 manatlıq və kassaya da yekunda 20 manatı da qaytardı. Birinci əməliyyat təhtəlin alışını qeyd eləmək istəyirəm. Ofis ləvazimatım artıq. Lavazımat almış. Ben buna 100 milyon verir. Bu defa kassa 20 dedi. İkincisini də yazıram yenə 120. Təhtəl bunu aldığı üçün təhtəldəki pul azalması lazımdır axı. Biraz üzülməsin. Təhtəlin cibindəki pulu azaldı. Əvəzində nə aldı bizim üçün? 120 manatlıq ofis ləvazimatı. Ofis ləvazimatları debitdə yerləşib, təhtəl isə kreditdə yerləşib. Gəlirəm, kreditə yazıram. Təhtəl hesab. Debitə isə yazıram. Ofis ləvazimatı. Hesab nömrələri 244. Bunu 101-ə yazım. Ofis ləvazimatları isə 201 nömrəli hesabın sub hesablarında gedəcək. Material ehtiyatlarını. Mallar, material. Materialla qarşıdır. Hə? Mal material qarşıdır. Mal alıb satdığımız şeydir.
Yəni Brest dərsimizə başlayandan sonraki hissəki dərsimiz o olacaq. Hazır. Ehtiyatların qiymətləndirilməsi. Yox, İstifadeler. mal alıb satdığımız şeydir. Mən əgər inşallah tutmazlar məni, insanı belə ala bilirəmsə, ödəniş edib, alanda məqsədim onu satmaqdırsa, o insan bir maldır. Bir ölkəni ala bilirəmsə, əgər mən, bəli, məqsədim o ölkəni alıb satmaqdırsa, o ölkə də maldır. Və yaxud da ki, bir zubaçiskanı ödəniş edib alıramsa mən 20 qəpik, məqsədim onu satmaqdırsa, o da maldır. Yani kazanları düşünürlerse o maldır. Bəli, ticarət əməliyyatında istifadə edəcəyim şey mənim maldır. Amma mən bir dənə eyni şeyi, baxın, gəlin nə deyək? Taxtanı götürək, düzdür? Taxtanı mən alıram, məqsədim nədir? Dərnəcə bazarda satmaqdır. Taxta mənim malımdır. Eyni taxtadan mən öz evimin inşaatında və yaxud da binamın inşaatında istifadə etmək üçün istəyirəmsə gəl. Bu artıq materialdır və yaxud da ki, xam mal və material. Sərbəst olamaz. Bəli, Məsələn, o mal və yaxud da ki, material olur, necə biləcək? təyinatına görə. Bəli, göstərişinə görə. Hansı şirkətdə çalışırsınız deyək ki, xəyal quraq. Deyək siz bir şirkətdə çalışırsınız. Arkozda çalışın siz. Oranın sement zavodunda çalışırsınız. Sizin üçün Glinker deyə bir məhsul alırsınız. Siz müəssisənizə. Yox, həmin o Glinker sementi istehsal etmək üçün bir xam maldır. Yəni bu sizin xam malınız. Siz istehsalat müəssisəsində çalışırsınız axı. Deyək ki, Glinker'i satan şəxsə onu hansısa bir istehsalçıdan alıb satır. Onun üçün mal idi. İndi gələk sizin şirkətin üzərindən gedib. Glinker işlətdiyiniz yerdə Norm Sement Zavodu sizə müraciət edir. Deyir, bizim ehtiyatlarda sıxıntı var. Müvəqqəti olaraq siz bizə olar bir 10 ton Glinker satasınız. Əlimizdə təcili sifarişimiz var. Şirkətlər arasında olur da indi fikir bölüşməsi. Görə problem yoxdur. İndi siz o Glinker'i satmalısınız. Satdığınız zaman nə olacaq bilirsiniz? Birinci, bəli, mala çevirməlisiniz. Necə? Bəli, hesab dəyişəcək. Aktivlərin yer dəyişməsi olacaq. Xam mal və materialdan çıxardacaqsınız. Satacaq qədərini çevirəcəksiniz mala, mal hesabının debitinə, orada satacaqsınız. Çünki satma məqsədi güddüyünüz şey iki cür ola bilər. Ya siz bir şeyi alıp satmalısınız, ya istehsal edip satmalısınız. Alıp sattığınız şey olur mal, istehsal edip sattığınız şey olur hazır məhsul. Yəni siz hazır məhsulda balansdan sata bilərsiniz, malı da balansdan sata bilərsiniz. Amma xam malı balansdan xam mal kimi sata bilməzsiniz. Elə bir anlayış yoxdur. Mən harada qaldım? Açıqlaması yazacaqdım. Bura açıqlama nə qeyd edeyim? Təhtəl hesab, təhtəl Vəsimatların alışı. ofis ləvazimatları alır. Və yaxud da ofis ləvazimatlarının alışı. Nağd şəklində, onu da qeyd edə bilərik. Təhtəl əməliyyatımızı etdi. Təhtəl başqa nə etmişdi? Sonra birim manata kaldırırlar. Vəsimatda qalır. Kassa O zaman nə olacaq? Kassam debitdə 20 manat artacaq. Bəli, su dili bilmirik. Tərəflər də sistemdə 20. 20 manat getdi. Kassa debitdə, təhtəl kreditdə. Gəldim əməliyyat jurnalına. Kassa debitə, təhtəl kreditə. İlmi azı. Böyle deyəcəyik, təhtəl Məntəqin qalıb Kassa qaytarım. ilə hesablaşdı və qalıb məbləği qaytardı. Təhtəlin kassa ilə hesablaşma sözünü niyə qeyd edirəm sizlər üçündür? Çünki təhtəl birinci gəlib kassada haqq hesab edir, mühasibatlı sonra kassada. Orada sənin də təhtələ borcun yaranma ehtimalı var. Yəni sek hesabdan sonra bəli, artıq pul xərcləmə ehtimalı var. Yəni ona görə birinci hesablaşma qeyd edirəm, sonra qalığa qaytardı deyirəm. Sonra biz də hesablaşıb biz də ödəniş eləmiş ola bilərik təhtələ. Elə bir açıqlamada qeyd edə bilərik. Sıkırsanlar. Ver gəlsin. Biz ayrı diyor burada. Taşları satmalar. Burada lavazımat aldığımız manata. Sonra pəndədən 100 manata çıxırır.
Əlavə kassaya 20 manat verdim. Sonra təhtədə yenə 20 manat istəyirdim. Bəli. Biz qeyd edirdik, yəni misal üçün təhtə bizə verdiyi 120 manat, yəni təhtədən alınmış pul. Yəni ofisdə Götürüb 120 manat vermir bax. yox, daha doğrusu 120 manatın mal aldı. Aha. Mal aldı. Sonra dalıcan 20 yazaq. Yazmıyor ki, təhtənin cibində 120 tutardı. Amma pisi bir yerdə 120 ilə 20 alt yazaq. Sonra təhtədə Ən yaxşı halda belə bir şey eləyə bilərsən. Bir əməliyyat açarsan, debitə deyərsən 120 manat ofis ləvazimatı, 20 manat kassa pul, kreditdə yazarsan təhtə. Yəni ən yaxşı halda belə yaza bilərsən. Mən müşkileti dalmalar yazmış. 120 təhtə bizə alışveriş elədi, 20 manata kassamıza qaytardı, sonra yazıldı təhtədən. Daha sonra əməliyyatlarını itirməyəcəksən, heç bir problemi yoxdur. Mürəkkəb müxabirləşmə Azərbaycanda əməliyyat sistemi üçün uyğun deyil. Beynəlxalq mühasibatda keçərlidir, bəli. Yəni o nə deməkdir? Bir əməliyyat çərçivəsində iki şəxs arasında baş verən fərqli çeşidli olsa bir müxabirləşməni yaza bilmək deməkdir. Debitlərində, kreditdə. Amma sən orada əməliyyat sayını azaldanda hansısa hesablar görünmür artıq. Amma hesabatın axırda gəlirsən, çıxartmaya görə. Yönətici eynidir, yəni dəyişən bir şey yox. İnventarizasiya zamanı kassada əksik gəlmə baş vermişdir 300 azı. Gəlirəm, birinci baxam nəyə? Mənim kassada durumum nə yerdə idi? 10.000 manat pulum var idi. Sonra 120 manat da oradan xərcləmişəm. Kassamın qalığı mənim nə qalıbdır? 10.000 çıx 120 manat, yerdə qalan məbləğ mənim kassamdadır. Şimdi gəlib sahiblər onu. Yəni olmalıdır misal üçün nə qədər? 9.880 manat olmalıdır, amma 300 manat yoxdur. 9.580-dir. Mən nə etməm lazım? Anında kassamı uyğunlaşdırmaq üçün bəli, kassamı azaltmalıyam. Kreditdə 300 manat. Və əksik fayda. Debitoru niyə? Maaşdan tutulmasını da Hələ bilmirəm ki, kimlə debitorumuz var. Kapital, bəli. Qiyməti kapital azalıb, deyə kapital azalıb. Və səbəbi də məlum deyil. Məlum deyil, ona görə biz Bəli, nizamnamə kapitalına təsir etdi də 10.000 oradan qoymamışlar bizə. Preski pul yox, hara gedib də bəlli deyil. Nə xərcə getdiyini bilmirik, nə borc ödədiyinə xəbərimiz yoxdur, nə aktiv alındığını bilmirik. Yəni pulun çıxışı var, nə çıxışı var, nə başqa bir girişi var. Pul sadəcə yoxdur. Biz hesabı uyğunlaşdırdıq, gəlirik. Birinci baxaq. Kassa kreditdə, kassanı kreditə qeyd edək. 300 manatı qeyd edirəm. Gələ düzəldim onu. Sayım nəticəsində sən də sayın. bəli, sabah sən xəstələnəndə yerinə kimsə baxanda bədbəxt olmasın deyə, yəni əməliyyatlara cavab verə bilməsi lazım. Sayın nəticəsində əski işlər məzun. Belə ona qalsa, buralara heç nə yazmasan, 2 rəqəm də yazsan bəs edir. Arif adamlar. Bəli, sayım nəticəsində əksik yazılmışdır. Polis gəzsəndə düzgün. yəni elə olur ki, bizim özümüzün də yadımızdan çıxır, nə yazmışıq, nə ilə. Eyni prosesdir da. Buna yazmaq lazım. Tamamilə eyni prosesdir. Gözümə açıqlama yerini açıb yazıram ki, siz sabahlarım əməliyyat təkrarı axtaranda ən azından bir çalışmanın filtrini verib baxasınız orada hansı müxabirləşmə və hansı əməliyyat getmişdiniz deyə. Sizcə nə yazacağım bura? Kapital 380. İş orası da oraya yazmalı deyiləm. İçkilərlə çatışma lazım yazmalı. Və təkrar gəlib baxaq. 800 bir Çox dəxilsiz bir hesabdır. Bəri başdan deyim. 801 nömrəli mənfəət və zərər hesabı sizin öyrəndiyiniz digər hesab anlayışlarından fərqlidir. Bu o qədər yaramaz bir hesabdır ki, həm krediti artır, həm debiti artır. Bu hesabın azalan tərəfi yoxdur. Yəni bu hesabla bağlı bir şey deyəndə deyə bilmirsən kreditdə artır, debitdə azalır. Və yaxud da debitdə artır, kreditdə azalır. Bu həm debitdə artır, həm kreditdə. Elə bir necə deyim, Maliyyə Nazirliyimiz yüzlərlə hesab formalaşdırıb və buna gələndə mürəkkəbləri çatmayıb. Deyiblər ki, həm 801 mənfəət hesabı olsun, həm də ki zərərli hesabı olsun. Həm mənfəətə çıxanda ora yazaq, həm zərərə düşəndə ora yazaq. Bəli. Prosto burada insafsızlıq ediblər.
Zərərimiz olanda debitinə yazıblar. Mənfəətimiz olanda kreditinə yazıblar. Kapitalını da Əczalar Bəli, bunun nəticəsi, baxın, 801 nömrəli hesabın debitinin rəqəmi çoxdursa, debitindən krediti çıxılıb, nəticə kapitalı azaldır, minus eləyirsən. Və yaxud da ki, bu siz nədir 801 nömrəli hesab? Maliyyə bərabərliyində gəlir xərc var, həmin şeydir. Gəlir onun kredit tərəfidir, xərclə debit tərəfi. Hesab üzrə hesablayanda kreditindən debitin çıxanda yerdə qalan nəticə kapitalı artırmalıdır. Debitindən kreditin çıxanda yerdə qalan nəticə kapitalı azaltmalıdır. İndi ona görə çerez onu zərərin üzərindən aparıram. Niyə aparıram? Birbaşa kapitalda yazmadım. Bu da kapitalın hesabı da, yəni əslində. Amma necə deyim? Balans arxası hesabdır da bu. Balans hesabı olsaydı 300-ə promo yaza bilərdim. Bu hesabda qalıq qalmır deyə balansda. Hər zaman onun nəticəsini balansın rəqəmin üzərinə gəlirik. 300-dən olan hesablara. Ona görə bu formada qeyd edirik. Burada nüansımız nədən ibarətdir? Biz bunu birbaşa yazmırıq. İnventarizasiya nəticəsində, yəni sayımın nəticəsində kəsiri tapdıq, kəsirin də rəqəmi düzəltdik. O dəqiqə durub işçinin maaşından falan tutmuruq. 5 gün vaxt veririk ki, ata tap. Yəni bütün komanda axtarıcı pul niyə əksildir? Biz də axtardığımız zaman yavaş-yavaş gəlir, yaxınlaşır. 3 gün sonra deyir ki, bəs dostumun toyuna gedirdim. Yəni, oradan götürdüm ki, maaş alanda tez yerinə qoyaram. Yəni, sizə sayınız müəyyənləşdi. Üzürlü sayın bir də eləməyəcəm. Çıxardı bir dənə izahat yazdırırlar anında ki, yəni növbəti mərhələyə hazırlasınlar. Ondan sonra əmək haqqısına təsir elətdirir. Yəni, işçinin maaşından tutulma edir. Amma necə? Maaşı ödəməmişəm axı bayaqlarım. Ancaq hesablamışam ki, ayın axırı ödəyəcəm. Xeyr. Öhdəliyimi azaldacam. 300 manat. Əmək haqqı. Tamamilə doğrudur. Kapitalında çoxalır. Haqqını gətirməyə. Bəs mən əvvəl onu Nə zaman yazacaqsan onu? Maaş götürsən. ödəmiş olmalı. Maaşı ödəməyəndə artıq orada avtomatik yaranır bu. Sən 1200 manatlıq xərcin varmı? Amma 1200 manatlıq daha borcun yoxdur. 900 manatlıq borcun var. Yenə mən Ödəmədiyin məbləğ də sənin aktivində qalır axı elə. Helal olsun. Onu əlavə qeyd eləmirsən axı, elə bu maaşı vermədi. Başa düşdüm. Mən onu da yazdım. Əmək haqqının debitdə yerləşir, nizamnamə kapitalı isə artıq bu səfər kreditdə yerləşir. Daha doğrusu nizamnamə kapitalı deyiləmi, bu nə deyək? Mənfəət deyək. Mənfəət. Uşaqlar, bunu da düzəldirəm, zərər deyirəm. Ki, fikriniz qarışmasın. Gəlirəm indi bura. Artıq bayaqki mənfəət zərər hesabı keçdi kreditə. Debitə nə gəldi? 533 işçinin maaşı. O xərclə. Nə yapıyorsun? Bəli. Rəqəm 300 manat. Bir de yazıyor. Sebep aktarlandı. Şimdi. Aynen. Doğru cümlənin əvvəlini qurur əslində səbəbkarı deyə bildirməklə. Ümumiyyətlə inventarizasiya zamanı əksik gəlmələrdə də, artıq gəlmələrdə də və yaxud da itkilərdə, istehsalatda zay olmada, nə bilim malların oğurlanmasında, qəzada, cərimə yaranan hər hansı bir öhdəlikdə mütləq səbəbkarın müəyyənləşdirilməsi lazımdır. Səbəbkar müəyyənləşdirildiyi təqdirdə həmin o əlavə yaranmış xərc, cərimənin dəbbəsi, yəni faizləri hamısı səbəbkarın əmək haqqısına və yaxud da ki, gəlirinə təsir edir. Burada niyə əmək haqqı demirik, sırf səbəbkar deyirik, bilirsinizmi? Bunu eləyən başqa bir şirkət də ola bilərsin, ha. Misal üçün belə deyək də, hansısa şirkət bizim üçün daşıma eləməlidir, yük daşımalıdır. Yükü daşıdığı yerdə doğru bağlamayıbdır, 5-lər içəridə dağılıbdır, pomidorlar qarışıb əzlib yanmalıydı, bunun pulunu mən kimi ödəyəcək? Səbəbkar. Səbəbkarın pulundan çıxılacaq, əlbəttə ki, sürücünün pulundan çıxılacaq. Çünki mala cavabdehliyi o daşıyır. Onun üçün unutmayın, sən də gördüm yadıma düşdü. Gömrükdən mal çıxıb, ambara yüklənməyincə, təhvil təslim alınmayınca sürücünün ödənişi edilməz. gömrəkdə artıqlar gömrəyin özünü Artıqlarını, onu zaten xərcin üstünə qoyursunuz, malın üstünə bizə satırsınız.
Yani o zaten biz ödüyoruz. Yani siz ödemirsiniz ki. Tamam. Sonra ne var burada? Ambarın inventarizasiyası zamanında artıq gəlmə baş verib. Vay. Ən biabırçı bir durum. Yəni bu ambar nə qədər artıq gələ bilər? Bu mallar hüddədə durur ki, bölünsünlər yəni. Oğurlayanda başa düşdük də yəni əksik gəldi. Amma kimsə oğurluq eləməyibsə artıq gələcək nə deməkdir? Bilirsiniz nə deməkdir? Kimsə nə tər oğurluq eləyirsə, baxın. Bəzən oğurluğun da bərpa edilmiş sayı hesab itiribdi ya, rəqəmi düz bərpa eləməyibdir artıq gəlib. Bax problem oradadır. Az oğurlayanca o dəqiqə bilinir. Yəni yoxdur da bu. Amma iş əlbir olduğu təqdirdə, yəni oğurluğun içərisində bir neçə nəfər var ki, onu bağlamağa çalışırlar. Biri satışdan tarazlamaq istəyib rəqəmi azaldıb və yaxud da çoxaldıb, biri mühasibatlıqdan. Prosta ortada bir dənə kommunikasiya qopuqluğu olubdur. Biraz artıq eləyiblər. Misal üçün, mal ambarda görünür. Belə deyək də, malı satışa az göndəriblər. Amma malı ambardan çıxartmaq qəddarından çıxıb qalıb orada. Deyib, əlli olub da getmişəm, saymışam ki, mal olmalıdır 1000 manat, amma əvəzində var 1500 manat. 500 manatlıq mal hardan əmələ gəldi yəni? Yox, tarix harcı, çox qəşəng tutursan tarix harcıcılığı ilə. Gəlsən indi əməliyyata. Burada isə azalma falan yoxdur. Birinci anında yerində malı artırırsan, mallar artdı 500 manat. Gəlir çoxalır. Bəli, artan kimi onu da gəlirin kimi qəbul edirsən. 500 manat. İndi bir tek sahər əməliyyat gəliri. Tamam. Sahər əməliyyat gəliri artırdım. Əməliyyat gəliri kreditdədir. Mallar debitdədir. 205 mallar 611 sahər əməliyyat gəliri 500 manat. İndi isə sayım nəticəsində artıq gəlmə olmuşdur. Gəlmə baş vermişdir. Bu olduğu təqdirdə, baxın uşaqlar, artıq 5 gün söhbəti yoxdur. Əməliyyatı edib qoyursan, həmin period ərzində axırıncı inventarizasiyadan, yəni sayımlar, bu sayıma qədər növbədə olan həmin çeşidlə bağlı, artıq gələn çeşidlə bağlı bütün hərəkət sənədlərini qaldırıb baxırsan. Hansı müştəriyə gedib, hansı formada gedib. Baxın, bizdə məhsullar olurdu, paçkalı, qutunun içərisində, bir qutunun içərisində 12 paçka olurdu. Ambardan bunu göndərəndə bəzi ağıllar satış meneceri ilə razılaşırdılar. Götürürdülər paçkanın içərisindən, çıxardırdılar üstdəki paçkaları, 12-dən olmalı deyil. Üstdəkini çıxardırdılar, altdakini bir də belə böyür üstə döndərirdilər. Sonra bir də yığırdılar. Elə qoyanda paçka yenə 12-lik paçka görünür, içində bir dənəsi yox olur. Paçkanın biri. Hər 12 qutuda bir dənə elini, bir dənə qutu əmələ gəlir. Bir qutuda 45 manatdır. Sonra da o birisi ekspeditlərə həmin qutunun hakimi verirlər, gedir.